Neyini? Cənab prezidentimizin Bugünkü artıq vəziyyət elə xahiş oldu da. eləyirik. Bugünkü vəziyyət elə oldu. Nə Bu qadının qolunu sındırıblar. Neyiniblər burada? Mən gələnə qədər ki, qadın tutub sürütləyiblər burada Neyiniblər şirkət nümayəndələr. Belə də olmaz da. Düz şəhərin mərkəzidir, paytaxt deyə bura. Bakı şəhərin mərkəzi paytaxtdır bura. Şəhər zamanıdır da biz. Hakimiyyətlə görüşdük, icra başçısı dedi ki, bizə administrasiyadan xəbərdarlıq eləyib ki, ərazidə heç bir iş görməyin, heç kimə dəyməyin, ya razı salın, ya da elə sizin ərazi elə də qalacaq. Bu o deməkdir ki, prezident administrasiyasını saymırlar sözlərini. Bu nə deməkdir? Bu ancaq bu deməkdir. Saymıram, mən beləyəm. Bu gecə ilə götürüb gəlib bu texnikanı bura soxur da. Burada yaşayan var axı. Fikir ver, baba söküntü ərazisində ev yapışıb ona. Bu aşağı ev bizimdir. Bunun arxası bizim evdir. Gəlib deyir buranı düzəldirəm. Yox deyirəm ki, traktor sürənə. Deyirəm 50-ci sürücü sənə sən gəlmirsən bura. Neyi eləmək istəyirsən burada? Deyir buranı düzəldirəm. Deyirəm futbol oynayacaqsınız burada. Buranı neyini düzəldirsən? Bura qazılmalıdır da, bina tikiləcək. Bilir ki, binadır. Daha bunu qəbul eləyin də. Daha bildik binadır burada. Buranı salacaqsan, katlavan qazırsan, gedəcək bura aşağı. Sən buranı sökmək üçün bizim evimizi sökməlisən. Sən bizim başımıza sökməlisən. Sonra sənin ixtiyarın yoxdur. Cənab prezidentin qərarı var. Konstitusiyada yazılıb bunlar. Sən evdə insanlar yaşayırsa mülkünü sökə bilməzsən. Sən ədalətli şəkildə razı salmalısan. Başımıza oynatırlar ya.